lampa kimi yandı, şam təkəridir. Bütün baş verənlər göz qabağında. Mən onu sevirdim, əzizləyirdim məhəbbət bağında, sevda bağında. Hər gün baş çəkirəm məzaristana. Onun mərmər qəbri ziyarətgahım. Hər səcdə edəndə, köks ötürəndə ucalır göylərə ahım, fəryadım. Ay kimi doğuldu, gün kimi batdı. Sinəmə dağ çəkdi bu özgə qızı. Təkrarsız, qüsursuz doğulduğundan odur kainatın parlaq ulduzu. Bu günlərdə azadlıq mücahidi, Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün qardaşı Fərhad Rza Ulutürkün Tataristanın Kazan şəhərində şeir və nəsr əsərlərindən ibarət 505 səhifəlik Özgə qızı kitabı Azərbaycan dilində nəşr edilib. Qeyd edək ki, bu Fərhad Rza Ulutürkün tərənnüm edirəm Əhdə Sadiq Ulutürkün yolu ilə kitablarından sonra sayca 4-cüsüdür. Özgə qızı kitabı 3 fəsildən ibarətdir. Fərhad Rza Ulutürk bu kitabını həyatdan vaxtsız köçmüş ömürgün yoldaşı Həqiqət xanım Sahib qızının xatirəsinə həsr edib. Kitabda Xəlil Rza Ulutürk ilə bağlı şeir və nəsr əsərləri də yer alıb. Onu da bildirək ki, kitabın təqdimatı Kazan şəhərində baş tutub. Özgə qızı kitabı son 5 ildə Kazan şəhərində Azərbaycan yazarlarının çap olunan sayca 12-ci kitabıdır.